Bir nəfər dünyanı pisləyəndə Həzrət Əlinin yanında dedi, dünyanı niyə pisləyirsən? Özü pislə. Dünya Allah övliyalarının ticarət yeridir. Dünyada elə bir ticarət edirlər ki, axirət qazanırlar bu ticarətdə. Amma burada Həzrət Əli dünyanı başqa cəhətdən məzəmmət eləyir. Hansı cəhətdən? Deyir ki, yəni dünya mənim yerim deyil. Bunu demək istəyir. Dünya mənim üçün çox kiçik yerdir. Sığmıram mən bu dünyaya. Mənim burada olmaqdan xoşum gəlmir. Bilirsiniz niyə? Mənim arzularıma cavab verən yer deyil bu. Bu mənə tərs mütənasib yerdir. Adam özünü tanısa, özünü, istəklərini tanısa, bilər ki, dünya mənim yerim deyil. Mən həmişə var olmaq istəyirəm, bu məni öldürür. Bura mənim yerim deyil. Bu qədər sadə. Mən istəyirəm sağlam olan, bu məni xəstələndirir, bura mənim yerim deyil. Mən istəyirəm zaman keçdikcə güclənim, daha da yaxşı, bu zaman keçdikcə məni zəiflədir. Bədənimin gücləri azalır, yaşlandıqca gözüm